Yalnız bir halda təkəbbürə icazə verilir. O hansı haldır? Bir hədis-i şərifdə deyir ki, təkəbbürlü insanın qarşısında təkəbbürlü etmək özü ibadətdir. İnsan təkəbbürlü insandır. Onun qarşısında təvazökarlıq göstərirsən, bunu eləyəcək, dayda özün böyük hesab eləyəcək. Belə insanın qarşısında deyir, təkəbbür et, onun burnunu yerə sürt. Bir gün deyir, Əmir əl-Möminin əleyhissalam döyüşlərin birində meydanda deyir, başını dik tutub, bu başa gedir, düşməni qalib gəlib, meydanda düşməndən adam istəyir ki, gəlsin, qarşıma çıxsın, dava eləyək. Bəzi sahabələr qəlblərində mərəz olanlar gəldilər, dedilər, ya Rasulallah, ya Rasulallah, gör necə təkəbbürlü eləyir. Allah Rasulü dedi ki, təkəbbürlü haramdır yalnız bu yerdən başqa. Düşmən qarşısında təkəbbür eləyir, dost qarşısında deyil. Düşmən qarşısında özü kiçiyi göstərməyəcəksən, özü böyük göstərəcəksən. Ona görə Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, ümmətimdən təvazökarlıq edən insanlar, təvazökar insanlarla qarşılaşdıqda onlara qarşı təvazökar olun. Amma təkəbbürlü insanlarla qarşılaşdıqda onlara qarşı təkəbbürlü olun sizdə. Özünüzü böyük tutun, zəlil etməyin özünüzü. Çünki belə etsəniz onları zəlil etmiş olacaqsınız. Onların kiçikliyini onlara subut etmiş olacaqsınız. Allah and verir, izzət-i cəlalına ilahi pis əxlaqı xüsusiyyətlərdə bizdən dəf et, uzaqlaşdır. Xüsusilə təkəbbürlü xüsusiyyətini bizdən dəf elə və bizi təvazökarlıq fəziləti ilə zinətləndir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək.